Allaha and olsun, Moykadan maşını təp-təzə çıxartmış, amma təp-təzə. Bax, birinci müştəridir mən girdiyim yerə bax. Plus 3 manat yazıb, yəni ay tövbə 10 manat vermişəm, 7 manat ziyanına. Yəni Türkana gəlmişəm bura, burada yazdı, dedim ki, ya siftəni pozmuyum. Yəni bu da belə. Ay tövbə, yəni burada batmayaq. Getdi. Nəysə, nə demək istəyirəm, bunu qoyaq kənara. Demək, artıq taksidən yazan bəzi şəxslər var, çox sağ olsunlar. Bu işi mən başladığımda taksi ilə əlaqədar paylaşımlar eləmək üçün başlamamışdım. Bu işi mən başladığımda paylaşmışdım ki, sıfırdan Azərbaycanda necə həyat qurmaq olar, sıfırdan Azərbaycanda heç kimin adamı olmadan öz həyatımı necə həqiqətən sənətli formada çəkərək yarada bilərəm. Belə sözün həqiqi mənasında yarada bilərəm. Bununla əlaqədar mənə dəstək olan bir sıra insanlar var ki, bunlardan bir qismi mənə WhatsApp-dan əlaqə saxlayıblar, yazıblar, danışmışıq. İndi onlardan da daha çox pul qazana bilmək üçün, keçdik buradan da, daha çox pul qazana bilmək üçün bu həftə demək yarış başladacaq. Ayın 27-sindən ayın neçəsinə qədər, 5-nə qədər olan vaxtda, 4-nə qədər olan həftəlikdə. İlahi, yol nə gündədir. Görək kim nə qədər çox işləyir. Demək 5 nəfərik. 5 nəfərin içində ən çox işləyən heç bir şota qarışmayacaq. Yerdə qalan 4 nəfər də onu yeməyə, içməyə, nə bilim saunaya, hamama, indi hara gedəcəksə də orada nətər var o formada qulluq eləyəcəkdirlər. O bir nəfər istirahət eləyəcək. Baxaq görək mən neçənci yerə çıxacam, cibimdən nə qədər şot çıxacaq. Bundan başqa da ən əsası daha çox özüm kimi motivasiyalı insanlarla işləmək mən elə başa düşürəm daha çox da pul qazanmağıma gətirib çıxardacaqdır. Görək də uğurlar, xeyirlisi necə olacaqdır. Həqiqətən taksidə taksi işləyərək yox, amma başlanğıcı bu Azərbaycanda taksi işləməkdən başlayaraq bir həyat inşa edəcəyimi burada addım və addım çəkib göstərəcəm. Hər şey mümkündür. Mümkün deyil deyənlər, təslim olanların hamısının inadına sıfırdan boğulan Azərbaycanda iş yaradacaqdır. Həqiqi iş, real.